deyərdi. Həqiqəti yalnız Allah görər. İnsanlar isə sadəcə danışmağı bilər. Həqiqəti kimə bildirməsi lazımdırsa ona bildirər Allah. Və o namaz qılan adam bilirdi ki, düzgün yoldadır. Və həmişə namaz qılan adamın ürəyində bir rahatlıq var idi. Allah onun ürəyinə çox gözəl bir rahatlıq vermişdi. Ona görə ki, o həmişə namazını düzgün qılır və heç kimə qarşı pislik və mərhəmətsizlik göstərməmiş, hamını və hər kəsi yuxarıdan baxmazdı. Hər kəsə çox sevər və heç kimə qarşı bir pislik göstərməzdi. Ona görə ki, o yalnız Qurani Kərimdə yazanları oxuyur və Allahın dediklərini edərdi. Amma namaz qılmayan, amma qılıb da Allaha görə yox, hamıya görə görsün ki, hamı onu tərifləsin deyənə qılan adam məscidə gəlir. Dəstəmazı elə alır ki, elə bil hələ namaza 5 dəqiqə qalıb. Amma artıq namaz başlamışdı. O da tez dəstəmazını aldı. Yarı düz, yarı tərs dəstəmaz alandan sonra isə məscidə getdi. Gördü ki, hamı namaz qılır və içində dedi: "Heç kim məni artıq tərifləməyəcək. Gərək biraz tələsərdim. Nəysə, xurmanı qoymuşam yaxşı ki bir tərəfə. Namazdan birinci xurmanı almalıyam. Ona görə ki, birdən xurma qutarar. Bayramdır. Hamı qutarar, mənə heç nə qalmaz." Amma yalnız o adamın öz düşüncəsi idi ki, hamı alacaq və ona heç nə qalmayacaq. Amma yalnız onun düşüncəsi idi. O heç kimlə heç nə bölüşmək istəməz. Bölüşmədiyinə görə də əlində 2 çörək olsa, birini heç kimə verməz. Evdə bir çörək olduğunu bilsə belə, evdə çörəyi köhnəlməyini gözləyər, heç kimə verməmək üçün heç itə də verməz. Nə pişiyə verər, nə heç nəyə. Evdəki çörək çürüyüb getsə belə boş verər. Deyər ki, nəysə, çörək getdi, çürüdü, kifləndi. Artıq nəysə, heç kimə verməyəcəm. Çörək axırı məndə qaldı. Amma əslində çörəyin hayf olması özünün günahı idi və çörək paylaşsaydı, bərəkəti artardı. Sonra da deyir ki, bərəkət artmır. Amma Allaha səcdə edən adam bir çörək alsa, yolda kimsə çörək lazımdır, pulum çatmır desə, o çörəyi ya parasını bölüb verər, ya da elə alın sizin olsun çörək deyərdi. Və o çörəyi həmişə yeməyi paylaşan biri idi. Nə alsa deyərdi ki, dostum, qardaşım, istəyirsənsə sənə də verim. Və hamı ondan çox razı idi. Ona görə ki, o çox mərhəmətli və sədaqətli idi. Və o Qurani Kərimdə yazan peyğəmbərimizin belə əməl etdiyi hər şeyə əməl edər. Əmanətə sahib çıxar, xəyanət etməzdi əmanətə. Hər heyvanı, hər canlını sevərdi. Yolda bir pişik görsə, evinə aparıb süd verib özü ona baxmaq istəyərdi. Amma fikirləşərdi ki, mən bu yazıq pişiyi ailəsindən ayırmayım. Ona görə onlara gözəl bir taxtadan ev düzəldib və hər gün orta, hər saat onlara süd gətirər, verərdi. Hər canlı ilə ayrı cür rəftar edər, hər canlını da çox sevərdi. Heç bir canlıya zərər verməzdi. O canlının, pişiyin ya da itin xəstə olduğunu görsə, tez olub həkimlərə aparardı ki, buna baxın, bu yazığa nə olub? O çox böyük bir mərhəmətli ürəyə sahib olduğu üçün onu hamı çox sevərdi. Amma bir çörəyi belə qıymayan adamı hamı yaxşı adam bilərdi. Amma o heç yaxşı adam olmazdı. Hər adamın dalından qeybətini edər və heç vaxt dayanmazdı. Amma o Allaha səcdə edən adam hər kiminsə qeybətini eşidəndə deyərdi ki, ay qardaş, ay dost, niyə edirsən ki qeybətini? Elə şey olmayıb, sən səhv bilirsən. Sən onun bunun niyə dediyinə sonra başqasına çatdırırsan ki, bu heç düzgün hərəkət deyil deyərdi. Amma onu eşidən də olardı, eşitməyən də olardı. Eşidən onu çox sevən və onu ən yaxın dostları bilən insanlar idi. Eşitməyənlər isə o Allaha səcdə etməyən adam kimi adamlar idi. Onlar ikiyüzlülük eləməzlərdi. Onlar elə necə varıqsa elə olacaq. Nə olub?
Biz sənin qeybətini etmirik ki, başqasının qeybətini edirik. Sənə nə var? Adam estağfurullah deyib yoluna gedərdi və onsuz da Allahım, sən məni görürsən. Mən onları o yoldan ayırmağa, haqq yoluna, düzgün yola çağırdım. Amma onlar yenə də batil və lazımsız işlərlə məşğuldular, deyərdi. Və bu namaz qılmayan adam da tez bir yer boş olduğunu görüb namaz qılmağa başladı. Və adam namaz qıla-qıla dünyanı fikirləşdi. Görəm mən sabah nə alım, nə edim? Yox, sabah bunu etməyim, yox. Sabah başqa bir şey alaram. Yox, bir dənə maşın ala bilsəm maşın alam gərək. Ya da yox, başqa bir şey edim. Bir dənə qəşəng ev alım özümə, deyərdi. Amma Allaha səcdə edən adam yalnız Allahı fikirləşərdi. Allahım məni əfv et, deyərdi. Allahım mənim günahlarımı əfv et, deyərdi. Və həmişə Allaha yalvarırdı ki, günahlarını əfv etsin. Ona doğru yol göstərsin. Allah onun ürəyinə rahatlıq gətirər və hər zaman onu doğru yolda görəndə sevinər, əsl qulum, deyərdi. Allah ona ən gözəl və ən rahatlığı verərdi. O çörək belə olmasa az çörək ilə çox yaxşı doyardı. Amma o Allaha səcdə etməyən adam bol çörək olsa da heç doymazdı. Çünki Allah onun evindən bərəkəti uzaq etmişdi. Allaha səcdə edən adam hər zaman Allahı fikirləşərdi. Sadəcə Allahı, mən Allahın huzurundayam, deyərdi. Başqa bir şeyə görə gəlməmişəm. Allahım, sən mənim hər yaxşılığımı, hər pisliyimi bilirsən, deyərdi. Sən məni ən yaxşı, bərəkətli və hamıya qarşı hörmətli olanlardan et, deyərdi. Amma pulu fikirləşən adam, Allaha səcdə etməyən adam hər saniyə Allahım mənə pul ver, mənə var-dövlət ver Allahım, səndən çox şey istəmirəm, deyərdi. Amma əlbəttə ki, çox şey istəmir. Amma Allah ona əsl qullarına o dediklərini verərdi. Az da olsa bərəkətli, ən gözəl şəkildə verərdi. O, Allaha səcdə etməyən adam heç hələ bilmirdi ki, namaz necə qılınsın və cəmaatın dediklərini təkrarlayar, cəmaatın hərəkətlərini təkrarlayardı. Heç evdə namaz qılmayan adam sadəcə cəmaatın onu hər tərəfdə tərifləməsi üçün bir dənə gəlib cümə zamanı qılan namaz ilə o Allaha yaxın olacağını sanırdı. Amma bu belə mümkün deyildi. Allaha yaxın olmaq, hamıya kömək etmək və hər canlını mərhəmət göstərmək və heç kəsin dalından qeybət etməmək, sadəcə Allah rızası üçün hər bir şey etmək idi. Namazda Allahı xatırlamaq idi. Kanala abunə olun, ailəmizdə qalsın. Hər kəsə təşəkkürlər. 4000 saat bağışa ehtiyacımız var ailəmizi böyütmək üçün.